Baxın, axır vaxtlarda Allahın üstən o qədər bidət əhli çoxalıb ki, qardaşlar, vallahi, vallahi. Allahümə səllim. Allahım bizi salamat et. Allahım bizi salamat et. Sabit et ya Rabbi. O qədər bidət əhli çoxalıb ki, artıq salamat qalmaq, o necə ki alimlərdən bəziləri deyir ki, sən deyir, azana deyir təəccüblənmə deyir. Azan adama, azıb gedən adama təəccüblənmə. Sabit qalan adama təəccüblən ki, görürsən bu neyniyib ki, sabit qalıb. Ona görə də Allaha çox dua etmək lazımdır və dinimizi öyrənmək lazımdır axı. Yəni dini öyrənməsən insanın azmağı vallahi asandır. Görürsən bu günləri neçə qardaşlar gedirlər təkfirçi olurlar, təkfir fitnəsinə düşürlər. Neçə qardaşlar gedirlər nə bilim əşari olurlar, maturidi olurlar, nə bilim nə olurlar. O qədər firqə var ki. Tövhiddən azad gedib sufi olur, nə bilim rafizə olur. Niyə görə? Çünki elm yoxdur. Birincisi səbəb kimi elm yoxdur yəni. Şübhəsiz ki, Allah Taala'nın o deyirlər ki, sabit saxlayan Allahdır. Bildik. Allah sabit saxlayan, bəli. Amma Allah Taala səni sabit saxlaması üçün səbəbdən tutmalısan qardaş. Dua eləməsən və elmin olmalıdır. Öyrənməlisən. Yəni Allah da sabit saxlayan deyib elmi tərk eləsən, necə olacaq bu yaş? Ona görə də öyrənmək lazımdır, Allaha çox dua etmək lazımdır ki, Allah məni sabit saxla. Yaxşı, biri desə ki, məsələn, deyir ki, İbrahim qardaş, salə deyirsiz, namaz qılmaq, salə. Yaxşı, mən lüğəti araşdırıram, baxıram görüm, salə dua eləməkdir. Mən 5 vaxt Allaha dua eləsəm nə olar ki? Deyir, bildim, mən deyir, məsələn, mən baxıram Quranda elə deyir ki, 5 vaxt namaz, məsələn, 5 vaxt salə qıl, məsələn də. Yəni niyə görə deyirəm? Bu şübhəni atanlar var ha. Bu bidət əhli var. Deyirlər ki, namazın lüğətdə tərifi duadır. Mən 5 vaxt dua edirəm, bəs eləyir. Yaxşı, buna necə cavab vermək olar ki, yəni bu adam mutmain olsun qəlbi ki, yəni bu lüğətdə dua deməyi eyni mənanı, yəni şəriətdə də bu deməyi gərəkdirməsin. Necə cavab vermək olar ona? Nə demək olar ki, qardaş, sən səhv başa düşmüsən ha qardaş. Salə burada qəsd olunan namazdır, duadır. Baxın, bidət əhli deyir ki, məsələn götür Muattilə. Muattilə yəqin eşitmisiniz. Allah Taala'nın ad və sifətlərini inkar edənlər. Hə. Deyirlər ki, mən desəm ki, məsəl üçün Allah Taala'nın qədəm sifəti gəlib də. Məsəl üçün götür əl sifəti. Elə yadullah. Allahın əlini inkar etməkdən ötrü deyir ki, mən desəm ki, Allahın əli var, mənim də əlim var da. Yox, mən Allah məxluqa oxşadıram. İnkar eləyir. Biz onlara, əhlüsünnə onlara gözəl bir qayda gətirir. Deyir ki, lüğətdə bir şeyin eyni olması şəri anlamda da eyni olması demək deyil. Həqiqətdə eyni olması demək deyil. Lüğətdə eyni olması, həqiqətdə eyni olması demək deyil. Məsələn, bax, ortaq bir ad götür. Əl. Eləmi? Məsələn deyirəm ki, mənim də ayağım var, qarşıqan da ayağı var. İsimdə müştərəkdir. İkisi də isimdə eynidir, eləmi? Lüğətdə eynidirlər də. Ayaq ayaqdır da, düzdürmü qardaşlar? Mənim də ayağım var, filin də ayağı var. Amma həqiqətdə bu eyni oldu yoxsa olmadı? Ay sağ ol. Həqiqətdə eyni olmadı. Çünki filin ayağına oxşuyur mənim ayağım. Hə, yəni filin ayağına oxşuyur mənim ayağım. Yox, oxşamır. Filin ayağı başqa şeydir, mənim ayağım başqa şeydir. Ona görə də əhlüsünnə bu qaydanı gətirəndə deyir ki, qaydanı kamil şəkildə inşallah tövhidin növlərini gizli gedəcək. Qaydanı gətirəndə deyir ki, isimdə eyni olması, həqiqətdə də eyni olması anlamına gəlmir. Və eləcə də namaz. Namaz isimdə eyni olsa da, lüğətdə eyni olsa da dua mənasında gəlsə də. Amma şəri mənasında dua demək deyil. Şəriətə baxırsan ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu bizə necə öyrədib? 5 vaxt əlini qaldırıb dua elə kimi öyrədib. Yox. Allah Resulullah bizə təkbirlə başlamağı, təslimlə qurtarmağı, səcdəni, rükunu əmr edib, düzdürmü?